Salam, hörmətli izləyicilər. Bakıda dəhşətli bir faciə yaşanıb. Toy sevincindən qayıdan ailə üzvləri ağır yol qəzasında həyatını itirib. Hadisə aprelin 12-də gecə saatlarında Suraxanı rayonunda Zığ hava limanı yolunda baş verib. Qohumlarının toyundan qayıdan 3 nəfər yol kənarında Hyundai yük avtomobilinin yanında taksi gözləyirmiş. Bu zaman 2002-ci il təvəllüdlü Elmir Qubadovun idarə etdiyi Toyota Corolla yüksək sürətlə idarə etməni itirib, əvvəlcə piyadaları vurub, sonra yük maşınına çırpılıb və yanmışdır. Faciənin nəticəsi 1984-cü il təvəllüdlü Samir Məmmədov hadisə yerində həlak olub. 1986-cı il təvəllüdlü Elvin Əskərov xəstəxanada vəfat edib. 1965-ci il təvəllüdlü Azad Əhmədov ağır vəziyyətdə komatos halda reanimasiyadadır. Toyota'da olan qadın sərnişində xəsarət alıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma davam edir. Bu hadisə bir daha yollarda sürətə və təhlükəsizliyə əməl etməyin nə qədər vacib olduğunu göstərir. Toy sevinci qəfil yasa çevrilməməlidir. Allah həlak olanlara rəhmət eləsin, yaralılara tezliklə şəfa versin. Ailələrinə səbir diləyirik.